Deməli tələbələr, bu günlərim nəyə keçirik? Word-ün içində keçmədiyimiz sonuncu hissə var ki, print bölməsidir. Print bölməsini necə keçəcəyik? Print bölməsinə ya fayldan girirəm, burada print hissəsinə basıram. Və yaxud da ki, sənədimi götürürəm, seçirəm, üzərinə Ctrl-P eləyirəm, gələn print bölməsi açılır. Print bölməsində fikir verməmiz lazım olan cəmi 5 dənəcə hissəcə var. Birinci kopya sayılarımdır. Mən sənədimdən neçədən kopya eləyim? Məsəl üçün, mənim kitabım var, istəyirəm ki, bundan 9 dənə kopyalayım, printerdən çıxardım ki, biri Nərminin olsun, biri Amidin, biri Əli Babanın və s. olsun. Sonra, burada bilməniz lazım olan çox da bir şey sizdən sual verilmir. Dünya görüşünüz üçüncə deyirəm ki, bunun üzərinə basanda sizin kompüterinizdə olan printerləri ya avtomatiki tapıb çıxardır bura ki, kompüterinizə qoşulu olan bir dəqiqə hansı printerdir? Məsələn, deyəyin ki, ofisdəki 3-cü printerdən mənim gəlsin, bu şəklim çıxsın. Və yaxud da gəlsiniz, burada printerinizin adı çıxmayıbsa, add printer eləyirsiniz, gəlib buradan printerinizə cihaz əlavə eləyirsiniz və s. Bu elə belə dedim ki, birdən ha vaxtsa ofisdə işləyirsiniz, printeri əlavə eləməyin yolun biri buradandır. Nəysə, sonra gəlirik, bizim birinci fikir verməmiz olan kopya sayıdır. İkinci fikir verməmiz olan nə olacaq? Təbii də ki, mənim kitabımın hansı səhifələrinin çap olunmasını istəyəcəm. Deyəcəm ki, burada üzərinə basanda alt bölmələr çıxır. Nə deyir? All page nə deməkdir ingiliscə? Bütün səhifələrimi çap edeyim kitabımın, yoxsa seçdiyim sənədin, kitabımın seçdiyim səhifəsi mi çap olunsun və yaxud da ki, cari, hal-hazırda kitabım hansı səhifənin üzərində açıqdırsa da, cari dayandığım o səhifəni mi çap edeyim, yoxsa custom nə deməkdir? Əlimlə mənim özümün seçdiyim sənədlər, səhifələr, məsəl üçün birinci səhifə istəyəcəm çap olunsun, sonra üçüncü səhifə deyəcəm çap olunsun, sonra 5-dən 9-a qədər çap olunsun. Sonra da məsəl üçün deyəcəm ki, 45-ci səhifəm çap olunsun. Yəni əlimlə deyəcəm ki, filan səhifələr cəma lazımdır, bunları çap elə. Deməli, bilməmiz olanlar bunlar idi. Və bir də sizə belə bir şey düşəcəkdir. Print all page veriləndə burada yazılıbdır. The whole thing. Yəni ki, bütün səhifələrimin içərisində nə görürsənsə hər şeyi çap elə. Və yaxud da burada sizə seçimə verəcəkdir ki, only print odd page. Odd page nə deməkdir? Odd sözünün mənası ingiliscə tək deməkdir. Yəni, mənim kitabımda olan tək səhifələrimi çap eləsin. Məsəl üçün, deyək ki, 7 səhifəlik kitabımın tək səhifələri hansılardır? Birinci səhifə, sonra neçənci səhifə olacaq? 3-cü, 5-ci, 7-ci. Və sonra sənə hansı səhifələri çap elə deyə bilər? Cüt səhifələri çap elə deyə bilər. Cüt səhifələrim hansılardır? Even sözü ingiliscə cüt deməkdir. Cüt səhifələr, məsəl üçün, 7 səhifəlik kitabda hansılar olacaq? 2, 4, 6-cı səhifələr. Bunlar deyir çap elə. Sonra nəyə baxacam? Page bölməsini heç nə. Mən özüm customdursa da əlimlə yazacam ki, filan səhifələrdir. Və burada zaten əlimlə yazanda belə, hətta məsəl üçün desəm ki, 2-ci, 5-ci, 7-ci və yaxud da ki, 9-dan yazmırammış. 2-ci, 5-ci, 7-ci və yaxud da ki, 9-dan düz 15-ci səhifəyə qədər çap elə desəm və burada əgər ki, mən görsəm ki, gəlib mənə deyilib tikisədək ki, bu səhifələr arasında, niyə getdi bu bilməm, bu səhifələr arasından təkləri seç, əlimlə bəyək ki, yazdığım rəqəmlərin arasından təkləri götürərdim və yaxud da ki, burada yazılsaydı ki, o səhifələrin arasından cütlərdir, əlimlə yazılarım içindən cütləri ayırt eləyəcəkdim. Amma ki, yox, bura artıq boşluq olsa, sadə deyilsə ki, eləcə cüt səhifələrimizi çıxart, məsəl üçün, yuxarıda deyəcək ki, məsələn, kitabın 40 səhifədir. 40-ın cütlərini hesablayasan. İndi gəlin bu hesablamağı necə daha rahat, daha asan üsulla hesablanmaq lazım olduğunu deyim mən sizə. Götürüb tabi bir barmağınızla imtahan vaxtı sayası döyülsünüz ki, təbii də ki. Çək buradan, aşağıdan bir dənə bunu buraya yapışdıraq, izah edeyim. Hanı draw bölməsi. Bir dənə qırmızı rənglə izah eləyəyin. Burada bizə nə veriləcəkdir? Məsəl üçün, mən deyəcəm ki, başdan deyəcək, sənin kitabın 50 səhifəlikdir. 50 səhifə. 50 səhifəlik kitabından deyəcəm, 2-ci səhifəni çap elə, 5-ci səhifəni çap elə, sonra deyəcəm, 9-dan 15-ə qədər çap elə, sonra deyəcəm, bir də məsəl üçün, 41-ci səhifəni çap elə. Sağ bunları verəndə sual verilə bilər ki, əgər burada heç bir şey yazılmasa, bura belə bombalan boş olsa. Sual veriləcəkdir ki,
Sənin bu 50 səhifəlik sənədində bu səhifələri çap eləmək üçün neçə dənə A4 lazım olacaq? Gəlin baxaq. Neçə dənə A4 lazım olacaqdı? İkinci səhifəni çap eləmək üçün bir dənə A4. Beşinci səhifəni çap yazıram bura. Bir dənə A4 ikinci səhifəni çap elədi. Bir dənə A4 beşinci səhifəni çap elədi. Sonra 9-dan 15-ə qədər yazıram. 9-cu səhifə, 10-cu səhifə, 11-ci səhifə, 12-ci səhifə, 13-cü səhifə, 14-cü səhifə və 15-ci səhifə. Sonra bir də hansını DFT çap elə, bir də 41-ci səhifəni DFT çap elə. İndi gəlin baxım görün mənə nə qədər A4 lazım oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Deməli, verilmiş bu səhifələrin arasında mən 50 səhifəlik sənədimin içində bu səhifələri çap eləmək üçün mənə 10 dənə A4 vərəqi lazımdır ki, printerimin içində olsun ki, mən bunları çap eləyə bilim. Bəs indi mənə qayıdıb deyəsən ki, ay müəllimə, birdən burada gəldi mənə imtahanda yazıbdı ki, məsəl üçün belə bir şey yaza bilər sizə. Qıbran düzəldim. 3-cü səhifədən 145-ci səhifəyə qədər götür, çap elə. Məsəl üçün burada da 250 səhifəlik mətnin olsa. Nağa necəsin oturub 3-dən 1-1 bunun kimi yazası deyirsən, 3, 4, 5, 6, 7, 145 edir. İmtahan qutarar onda. Bunun asan yolu necədir? Verilmiş buradakı, əgər treynə yazılıbsa da, sonuncu rəqəmdən əvvəlki rəqəmi çıxırsan, üstünə 1 gəlsən. 145-dən 3-ü çıxacam. Neçə eləyəcək? 142. 142-nin üstünə avtomatiki 1 gələcəksən. Cavab neçə olacaqdı? 143. Deməli, 3-cü səhifədən 145-ci səhifəyə qədər cəmi 143 dənə səhifə eləyibdi. Gəlin bunda həqiqiliyini yoxlayaq. Məsəl üçün, əgər ki mən oraya yazmışdımsa da, 2-ci səhifədən 9-cu səhifəyə qədər çap elə. Hansılar olacaqdı? 2, 3, 4, 5, 6, 7, 8, 9. Sayaq görək 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə A4 lazım idi. Baxaq. 9, bir dəqiqə. Nə dedim? 2, bircə dəqiqə. Nəsə qərbəlik oldu. Heç nə, qərbəlik nədə oldu? Bunların sayını səhv saydım. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dənə. Deməli, mənə nə qədər səhifə lazım oldu? 8 dənə səhifə, daha doğrusu 8 dənə A4 lazım oldu. Həqiqətən baxaq. 9-dan 2 çıxsam, neçə eləyəcəkdi? 7. 7-nin də üstünə 1 gəlsəm, neçə eləyəcəkdi? 8 eləyəcəkdi. Demək ki, həqiqətən də düzdür. Sonuncudan əvvəl çıx, üstünə 1 gəl, bu aralıqda olan rəqəmin sayını tapa bilərsən. Əgər səhifə sayın balacadsa da barmaq hesabından özün barmaqlarından hesablayarsan. Amma yox, belə 145, 3-cü səhifədən başla deyirsə də, onda tezcə axırdan əvvəl çıx, üstünə 1 gəl. Neçə dənə A4 lazım olduğunu sağ buradan deyəcəkdir. Sonra, əgər ki sağ burada deyilsəydi ki, sənin sənədində götür, cüt səhifələri şeylə və aşağıya yazsaydı 2-ci səhifə, 5-ci səhifə və məsəl üçün 9-dan 15-ci səhifəyə qədər. Belə özü səhifə versə, sən artıq bu yazılmış rəqəmlərin arasından cütlər seçəcəksən. Cütlər hansılardır? Biri 2-dir. 5 cüt deyildi, getdi. 9-dan 15-ə qədər cütlər hansılardır? 10-dur, sonra 12-dir, 14-dür, 15-in özü deyil, getdi. 41-in də özü cüt rəqəm deyil deyə even olan hissəyə neçə dənə A4 lazım oldu? 1, 2, 3, 4. 4 dənə A4 lazım oldu. Biləcənsə başımızı işlətmək lazımdır. Bu belə. Birdən sənə gəlib deyər ki, bura boşdur. Və sənə deyibdi ki, sənin sənədində, məsəl üçün, 20 dənə vərəq var. Yəni, mənim kitabımda 20 dənə vərəqim var və bu 20 dənə vərəqimin cüt səhifələrini cüt səhifələrimi printerdən çıxartmaq istəyirəm. Mənə neçə dənə A4 lazım olacaqdır? Tezcə 20-ni 2-yə böləcəm. Deyəcəm ki, bu 20 dənə sənədimin 10 dənəsi cüt səhifələrimdir, 10 dənəsi tək səhifələrimdir. Yəni, cüt səhifələri əgər çıxartmaq istəsəm 10 dənə A4, tək səhifələri çıxartmaq istəsəm 10 dənə A4 yenə lazım olacaq. Və yaxud da ki, məsəl üçün, 10 dənə verilsəydi, mənə deyilsəydi ki, kitabımın içində 10 dənə vərəq var. Bunun cüt səhifələri hansılar, tək səhifələri hansılardır? Gəlin baxaqın. 1, 2, 3, 4, görək həqiqətən müəllimə düzmü deyir? 5, 6, 7, 8, 9, 10. 10 dənə kitabımda səhifə var və bunların hansılar cütdür? 2, 4, 6, 8, 10. Neçə dənə oldu? 1, 2, 3, 4, 5. 5 dənəsi nədir? Cütdür. 1, 2, 3, 4, 5. 5 dənəsi də nədir? Təkdir. Deməli, verilmiş rəqəmimi 2-yə böləndə cüt və tək rəqəmlərimin sayını tapa bilirəm.
nə qədər A4 lazım olduğunu. Bəs birdən desəniz ki, ay müəllimə, yaxşı, cüt rəqəmi 2-yə bölməyə nə var ki, nənəm də bölər bunu, asandır. Bəs birdən mənim deyilsə ki, kitabımdakı vərəq sayı 41-dir. 41 dənə vərəqin hansılar cütdür, hansılar təkdir. Bunları nə tərtəbaq götürüb yazası döyürsən də birdən belə oturub bir barmaq hesablayası döyürsən. Nə qarırsan? Yenə 2-yə bölməni burada eləyəcəksən. 2-yə bölmək üçün nə qarayacam? Bundan bir dənəsini çıxım. 41-dən birini çıxım olsun 40. 40-ı 2-yə bölmək asandır. Yarısı oldu nə? 20. Digər yarısı da 20 olmalıydı. Amma bu 40 dənə səhifə deyil, 41 dənədir. Bir dənəsi o bayaqlarım çıxdımı gətir üstünə gəl. Deməli, 41 dənə sənədimdə 20 dənəsi ya cüt ya təkdir, 21 dənəsi də ya cüt ya təkdir. İndi siz nə biləcəksiniz ki, bunun hansı cütdür, hansı təkdir? Yadınızda saxlayın ki, tək səhifələrimin sayı həmişə təklərin sayı, cütlərin sayından bir vahid çox olur. Həmişə belədir. 41 dənə sənədimin içərisində 20 dənə səhifəm cütdür, 21 dənəm də təkdir. Yəni bunu da bilmək istəyirsinizsə, doğruluğunu yoxlamamaq istəyirsinizsə, özünüzdən bir dənə rəqəm atın, oturun onların içində təkləri, cütləri hesablayın, görəcəksiniz ki, həqiqətən düz deyirəm. Məsəl üçün 31 səhifəlik indi mətnim varsa da, bunun təkləri hansılar, cütləri hansılardır? Mən bilirəm ki, 32-yə bölsəm nə olacaq? 15. 15 dənəsi deməli, tecə yazacağım cütdür. Üstünə 1 gələcəm, 16. 16 dənəsi deməli təkdir. Niyə? Təklər cütlərdən bir vahid çox. Deməli, 31 vərəqlik sənədimin içində tək səhifələrə əgər mən printerdən çıxardacamsa da 16 dənə A4 lazım olacaq. Cüt səhifələrimi çıxardacamsa da 15 dənə A4 lazım olacaqdır. Sonra buradan gəlirik, başqa bizə nə lazım olur? Print hissəsində nəyə fikir verməliyəm? Gəldim tək cüt və yaxud da ki, bütün səhifələr və s. bunlara baxandan sonra bir də sizə current page verilə bilər. Current page nə deməkdir? Current sözünün mənası cari deməkdir. Yəni cari nə deməkdir? İndiki mənim kitabım hal-hazırda hansı səhifənin üzərində cari olaraqdan indiki anda açıqdırsa da həmin səhifəni deyir çap elə. Və burada əgər ki siz misallarınızda görsəniz ki, buradakı səhifə sayı currentin üzərindədir, varianta gedin kopyanın sayını işarələyin. Məsəl üçün, current yazılıbsa da variantda gedin 9 olan variantı işarələyin. Məsəl üçün, ya da bura 10 yazılsaydı, gedin 10 işarələyin. Niyə? Mənası nədir bunun? Mən deyirəm ki, çap elə, hal-hazırda cari harda dayanıbsansa onu. Məsəl üçün, bu səhifəni çap elə. Çünki cari olaraqdan indiki anda mən bu səhifənin üzərindəyəm. Mən nə qədər çap eləyim? Kopyaların sayı qədər. Ona görə currenti görən kimi kopya sayını işarələyin. Bu suallarda, daha doğrusu imtahan suallarında ən çox vaxt aparan, sizdən vaxtınızı aparmaq üçün, sizi səhv yola salmaq üçün sizə tezcə bunu current verirlər ki, qoy tələbə otursun bir-bir bunların hamısını hesablasın. Xeyr, sən artıq ay tələbə bilirsən ki, current cari içində tezcə hesablamadan deyəcəksən ki, 10 dənə kopya sayım var. Demək ki, cavabım 10-dur. Nəysə, düşürəm aşağıya. Mən kitabımın içindəki sənədləri necə çap eləyə bilərəm? Bir üzlü və yaxud da ki, hər iki üzünə. Həqiqətən də printerə gedəndə həmişə sual verir oradakı işçilər ki, bir üzlü mü çap eləməksən? Yəni, bir tərəfində yazılar yazılsın, arxa tərəfi bombalan boş mu qalsın? Yoxsa mənim sənədim elə olsun ki, hər iki üzündə çap olunsun. Yəni, A4-ümün ön tərəfdə, arxa tərəfində də yazılar yazılsın. Bu o deməkdir. One side tək üzlü, both side cüt üzlü deməkdir. Sonra nə öyrəndik bayaqlarım? Odd, tək səhifələr, even, cüt səhifələr deməkdir. Tək sözünü də əgər ingiliscə yadınıza saxlaya bilmirsinizsə də odd-dır. Neçə dənə hərfdən ibarətdir? 3 dənə hərfdən. 3 necə rəqəmdir? Təkdir. Deməli, odd necə oldu? Tək səhifələrim. Even, E, V, N neçə dənə simvolu var, yəni hərfi var? 4 dənə. 4 necə rəqəmdir? Cüt rəqəmdir. Deməli, even page cüt səhifələrin sayı deməkdir. Bu da ki, asan yoldur ki, yadınızda saxlayasınız. İngiliscinizə də buradan kömək elədim. Sonra, collected bölməsi var ki, bura hələ ki fikir vermirsiniz. Bu nə deməkdir? Bəzi məsələlərimdə deyəcəm indi, hansı məsələlərdə fikir verəcəksən, hansı məsələlərdə fikir verməyəsən. Collected, uncollected o deməkdir ki, mənim kitabım necə dəstələnib çıxardılsın, səhifələrini necə dəstələyim. Məsəl üçün, birinci səhifələrimi dəstələyim, yoxsa ümumiyyətcə kitabımı çapdan çıxardım, eləmi dəstələyib sağ verim. Yəni, mənim yığım şərtlərimdir. Və
Sizə əgər suallarda neçə dənə A4 lazımdır, printerimin içinə nə qədər A4 qoyacağamsa, A4-ün vərəqlərimin sayından, səhifələrimin sayından söhbət gedirsə də, mənim heç vecimə deyil ki, sən mənim printerimdən nətər dəstələyib çıxardıbsan, bunu nətər kitabımı ipə bağlayıb salafana qoyub verəcəksən. Onun mənə dəxlisi olmayacaqdır. Amma mənə bunların nə vaxt dəxlisi olacaqdır? Sual verilsə ki, məsəl üçün, sənin 10 dənə səhifəlik bir kitabın var. Deyək ki, 10 səhifəlik kitabı printerə aparıbsan ki, çap eləsin. Amma ki, printer işlədən dayı da deyir ki, mənim printerimin içində cəmi cümlətanı 4 dənəcə A4 vərəqi var. Sana da sual veriləcəkdir ki, yaxşı, heç nə olmaz. Bu 4 dənə A4 vərəqinin üzərində 4-cü vərəqə, yəni printerimin maksimum çap eləyə biləcəyi ən sonuncu vərəqə kitabımın üstündə hansı nömrəli səhifə çap olunacaqdır? 4-cü səhifəmi çap olunacaq, bəlkə 5-ci səhifəmi çap olunacaqdır. Bu onlardır. Kollaktit, ankollaktit. İndi bunu izah eləyim. Daha qəşəng bir şəkildə izah eləyim. İndi başa düşəcəksiniz nə demək istəyirəm. Düşdüm bura, gəlirəm buradan bircə dəqiqə. Və yaxud ki, şəklimi bir dənə bura Ctrl V eləyim. Aha. Ayda şəkil qəşəng düşmür. Ctrl Z eləyək, dala gedək. Bircə dəqiqə. Asandır bu bölmədə. Hələ ki, məlumatlar sizə çətin gələ bilər, amma narahat olmayın. Misalın üzərində çox qəşəng başa düşəcəksiniz. Hələ ki, indi mənə qulaq asın. Eləcə beyninizə məlumatları yazın. Ctrl V eləyək. Aha. Mən deyirəm ki, mənim cəmi cümlətani 7 səhifəlik bir dənə kitabım var. Bu kitabımı çap eləyəcəm. Çap eləyəndə əgər kollaktitdirsə də necə çap eləyəcəkdir? Hər bir səhifəmi çap eləyəndən sonra, məsəl üçün deyəcəm ki, 7 dənə səhifəm var, 4 nəfərə lazımdır bu kitab. Yəni məsəl üçün 4 nəfər qoy yazım bura. 4 nəfər üçün də nə demək? 4 dənə kopyası lazımdır deməkdir. Yəni biri Nərminə getsin, biri Amidə getsin, biri Əlibabaya getsin, biri də Qənimətə getsin. Bu səhifələrimdən. Deməli, nə qaracaqdır? Kollaktit olanda 1-ci, 2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı, 7-ci səhifələrimi kopyalayıb çıxartdığımı printer. Bu getdi. Bunu Qənimət götürdü, getdi. Sonra düşürəm aşağı. Yenə 1, 2, 3, 4, 5, 6, 7. Bunu da çıxartdı printer, verdi Amidə. Sonra yenə 1-dən başlayacaq, düz 7-yə qədər çıxartdı. Bunu verdi Əlibabaya. 1-dən başladı, 7-yə qədər gəldi. Bunu da verdi Nərminə. Nərmin kopyalarımızı götürdük, çıxdıq, getdik. Kollaktit nə vardı? Kitabı bir dənə olaraqdan çap elədi. Ümumilikdə çap eləyir. Amma ki, ankollaktit olsaydı, necə çap eləyəcəkdi? Gələcəkdi, 7 dənə səhifəm var elə. Birinci səhifəmdən 4 nəfər üçün kopyalayacaqdı. 1, 1, 1. Sonra birinci səhifəmdən 12 qutardı mı? Keçəcək növbəti səhifəyə. 4 dənə kopyasında oradan çıxacaq. 2, 2, 2. Sonra 3-cü səhifəyə keçid eləyəcək. 3-cüdən kopya sayım qədər çıxardacaq. 4-cüdən kopya sayım qədər. Ta ki, hara qədər? 7-ci səhifəyə qədər. 7-cidən də 4 dənə kopya sayımı çıxartdı, verdi. Və bundan sonrası ta sizin ixtiyarınıza qalıbdır ki, hərə özünün gəlsin, 1-ci səhifəsini, 2-ci səhifəsini, 3-cü səhifəsini götürsün, xışmalasın, geçsin. Deməli, kollaktit nə vardı? Səliqəli bir şəkildə. Birinci kitabı kopyaladı, verdi, götürdü, getdi. Amma ankollaktit nə vardı? Dəstələnməmiş bir şəkildə. Birinci səhifələrin hamısını çıxardır, verir. Kim hansını istəyirsə də, hansı vərəqi istəyirsə də götürsün. Sonra 2-ci səhifəni, sonra 3-cü, sonra 4-cü belə-belə gəlir. Və nə qədər kopyalayacaqdı? Mənim kopya sayım qədər. Hər bir səhifədən. Məsəl üçün, əgər mən sağ demişəmsə də 7 səhifəlik bir kitabım var, sənin də printer işlədən dayın deyir ki, mənim printerimin içində cəmi cümlətani 3 dənə A4 var. Sənə sual veriləcəkdir ki, 7 səhifəlik kitabı çap eləmək üçün, əgər printerimin içində 3 dənə A4 varsa, 3-cü səhifəyə hansı kitabın nömrəsi yazılıbdır? Əgər ankollaktitdədirsə də, gələm 3-cü səhifəyə baxıram. Görürəm ki, gələcək printerim bunu çıxartdı, bunu çıxartdı, bunu çıxartdı, vəsə, bura qədər çıxardır. Buradan sonrasını artıq çıxarda bilmir. Niyə? Çünki A4'üm yoxdur. Deyir ki, gətir bu printeri yazığın içinə A4 qoy. Ona görə bunlar gedir. Deməli, sən 7 səhifəlik kitabında 3-cü A4'ün üzərinə hansı kitabın nömrəsi yazılacaqdı? Kitabın 1-ci səhifəsinin nömrəsi yazılacaqdı. Amma ki, yox, kollaktit olunmuş olsaydı,
Gələcəkdim heç nə. 1, 2, 3. 3 dənə A4 bunlara gedəndə 3-cü səhifəmə elə 3-cü səhifənin nömrəsi yazılacaqdı. Və yaxud da ki, məsəl üçün deyilsəydi ki, cəmi cümlətani 14 dənə, məsəl 14 dənə çox getdik. Bir də elə rəqəm deyim ki, az olsun, tez göstərə bilim. Məsəl üçün deyək ki, 5 dənə A4 var. 5 dənə A4 olanda, kollektiv olanda neçənci səhifəni çap eləyəcək? 1, 2, 3, 4, 5. 5 deməyim, elə 10 dənə deyəyin. Hə, kollektiv olanda nə olacaq? 1, 2, 3, 4, 5, 6, 7, düşəcəm aşağıya 8, 9, 10. Deməli, 10-cu səhifəmin üzərində nə yazılacaqdır? 3-cü səhifəmin nömrəsi yazılacaq. Yəni, gəlib mənim kitabımı bax bura qədər çap eləyəcəkdi. Amid kitabını götürəcəkdi, amma Əli Babanın kitabı yarıda qalacaqdı, məsəl üçün. Amma Uncollected-də 10 dənə olsaydı, gəlib sayacaqdın. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10-cu səhifəyə hansı nömrə düşəcəkdi? 3-cü nömrə düşəcəkdi. Yəni, cəmi cümlətani buraya qədərcə gəlib çap eləyəcəkdi. Buradan sonrasını artıq çap eləyə bilməyəcəkdi. Bu da belə, collected-dən uncollected-də belə. Hələ ki, başa düşmək mərhələsindəyik, yadımızda saxlayırıq. Sonra biz gəlib nəyə baxacağıq? Leta bölməsinə baxmayacağıq misal həll eləyəndə, çünki leta bölməsi o deməkdir ki, mənim vərəqim A4 mu olsun, A3 mu olsun və s. Marginslərə baxmayacağım, yəni qıraqdan nə qədər boşluq olsun. Gələcəm sonuncu baxmam lazım olan nədir? Mənim bir səhifəmin üzərində neçə dənə səhifəm çap olunsun. Yadınızda saxlayın ki, bunu deməzdən əvvəl onu deyim ki, bir səhifənin üzərində maksimum 16 dənə səhifə çap eləyə bilərəm. Bu da ki, sizə harda lazım olur? Təbii də ki, imtahanda şpargalka hazırlayan tələbələrə daha çox sərf edir. Yəni, nə deməkdir? Tələbə istəyir ki, 7 səhifəlik bir dənə konspekt var. Bu 7 dənə səhifəlik konspekti imtahana sığışdırsın. Götürüb 7 dənə A4-ü aparası deyil ha cibində. Bir dənə A4 vərəqini götürəcək. O yerdə qalan 7 dənə səhifəni balacalandıracaq, çıqqıl-çıqqıl eləyəcəkdir. Və o hər səhifəni bir dənə səhifənin üstünə çıqqıl-çıqqıl qoyub kopyalayacaq. Yəni, bunu bir dənə PowerPoint-in üstündə izah edeyim. Orada şəkillərlə deyə daha qəşəng gözümüz görəcəkdir. Düzdür, PowerPoint-dən elə hər Word-ün üçün, məsəl üçün Excel və s. üçün bəzi əmrlər var ki, oxşuyurlar. Məsəl üçün, mən deyirəm ki, bax, bu mənim səhifələrimdir. İstəyirəm ki, bu səhifələrimin hamısı cəmi bir dənə, bax, bu A4-ümün üzərində olsun. Nə arayacağım? Gələcəm, məsəl üçün, neçə dənə deyəyin? Deyən ki, bir səhifəmin üstündə istəyirəm ki, 6 dənə digər səhifələrim görsənsin. 6-ya basanda nə qardır? Bir dənə A4-ün üstünə digər səhifələri balaca-balaca qoydu. Sən də gəlsən qayçı ilə bunları belədən kəsirsən, rüşqavın içinə soxub imtahana girirsən. Bu da belə. Yəni, nə eləməkdir burada? Girəm bura Word-ün içinə. Page sheet bölməsi bir səhifənin üzərinə neçə dənə səhifə yerləşdirə biləcəyimdir. Və yadında saxla ki, bir səhifənin üstünə maksimum 16 dənə səhifəcə yerləşdirə bilərsən. Gələm PowerPoint-də qoy göstərim görüm. PowerPoint-də də eynidirmi? Yox, PowerPoint-lə bunların fərqi var. PowerPoint deyir ki, maksimum mən bir dənə səhifənin içində 9 dənəsini yerləşdirə bilərəm. Bunu PowerPoint dərsində keçəcəyik. Yəni, belə olacaqdır. Amma Word olsaydı, Word mətni olsaydı, burada daha çox ola bilərdi. Yəni, 16 dənə səhifəni sıxışdıra bilərdiniz. Bu da belə. Vəssalam, printer bölməsində bilməniz lazım olan məsələlərdə bizə köməklik olanlar bunlardır. İndi keçirəm məsələ həllinə. Baxaq görək məsələlərimizi necə həll edəcəyik. Bunları öyrəndik. Məsələ həllindən əlavə olaraqdan bir şey deyim ki, belə bir qəbula sual düşə bilər ki, yəni düşmə ehtimalı 80%-dir. Çətin sual tiplərindəndir. Yəni çox az adam bilir. Sual verilir ki, o hansı tabdır ki, onun içindəki əmrlərlə digər bir tabın içərisindəki əmrlər eynidir. Sən deyəsən ki, o layout tabının page setup qrupbasının dialoq pəncərəsidir ki, bu dialoq pəncərəsini həm mən buradan aça bilirəm, həm də gələn file bölməsindən printə girib burada page setup-a basanda yenə page setup-ın dialoq pəncərəsi açılır. Deməli, mən Word proqramının içində layout tabında page setup-ın dialoq pəncərəsində nə iş görə bilirəmsə də, bunun eynisini harada görə bilirəm? File tabının içərisindəki print əmrində page setup-ın içində də eyni şeyləri görə bilirəm. Bu da sizə heç kəsin demədiyi bir sual. Belədən. Sonra, gələm heç nə. Misal həllərinə baxağın. Misallarımız necə düşə bilər? 224-də baxaq. 224-ü həll etmək üçün qoyun ekran şəklini alım.
Bircə dəqiqə. Aşağısında heç nə yoxdur ki, hələ yoxdur. Şimdi buraya Ctrl V eləyim. Bir dənə yeni boş vərəq yaradım. Yeni boş vərəqi necə yaradacağım? Bəli, eşidirəm ki, ya da eşidə bilmirəm ki, siz insertdə deyirsiniz ki, blank page-ə basacaqsınız, yeni boş vərəq yaradacaqdır. Bəs bu yeni boş vərəqin bir dənə də başqa bir yolu var, amma o fərqli boş vərəq yaradır. Hansı idi? Ctrl Enter düyməsini basmaqla. Ctrl Enter gəlib burada əgər mən bassaydım, götürüb mənim kursorum harda dayanmışdısa da, həmin o kursorumdan sağda dayanan bütün yazılarımı növbəti səhifənin üzərinə keçirdəcəkdi. Neysə, onu başım buraxın. Buraxmayın, yəni hələ ki buraxın. Növbəti suallar işləyəndə davam edərsiniz. Sualımız nədir? Deyir ki, sənətdə bu niyə qələmimi götürmür? Bir dəqiqə qoyum, mən bunu düzəldim. Düzəldim. Deyir ki, sənətdə şəkildə yaman düzəldi. Bu niyə düzəlmir? Mən niyə video izahata keçəndə? Beləyir. Sənət şəklində parametrlərdə çap verilibdir. Yəni deyir ki, bu sənədin filan parametrləri var. Neçə dənə çap vərəqi lazımdır bizə? Bu niyə bunu seçir axı? Bir dəqiqə əldə düzəlməyib. Sənət şəkildəki parametrlərlə çapa verilibdir və neçə dənə çap vərəqi lazımdır. Nə deməkdir bu? Deyək ki, neçə dənə A4 lazım olacaqdır. Gəlin hesablayaq. Kopya sayına ən axırda baxacağam. Düşürəm aşağıya. Birinci. Buradan başlayaraqdan aşağıya doğru gələcəm. Nə deyir? Deyir ki, custom range. Custom nə deməkdir? Yəni mən əlimlə deyir, vermişəm ki, filan səhifələr olsun. Və altı da oxuyuram, görürəm ki, amma demir ki, nə cüt, nə tək. Sadəcə deyir ki, altdakı səhifələrdə çıxart. Mən baxıram. Bu səhifələri çıxarmağım üçün mənə nə qədər A4 lazımdır? Gəl onu hesablayaq. 12-dən 2 çıxsam, neçə eləyəcək? 10, üstünə 1 gəlsəm, 9 dənəsi burada. Sonra 18. Bundan ötürü bir dənə səhifə lazımdır, A4 lazımdır. 21-dən 31-ə qədər çap eləməyim də üçün 31-dən 21 çıxanda eləyəcək 10. Onun da üstünə 1 gəlsəm, 11 dənə A4 vərəqim lazım olur. Deməli, cəmi nə qədər A4 vərəqi lazım oldu? 21 dənə. Hələ ki, bura qədər 21 dənə A4 vərəqim var. Düşürəm aşağıya. Nə deyir? Deyir ki, bunu bir üzlü çap elə. Mənim 21 dənə A4 vərəqim varsa da, yəni arxa tərəfi boş qalmaq şərtindən 21 dənə səhifəni çap eləyəndə mənə nə qədər A4 lazım olacaqdı? Elə 21 dənə A4 lazım olacaqdı. Əgər mənə 200-lü çap elə desəydi, 21-i götürərdim, yarıya bölərdim. O da neçə düşərdi? 21-i yarıya böləndə. Haradasa da 11 tam düşür. Deyəsənsin, yoxsa 10 tam mı düşür? Qoy görüm, mükəmməl riyaziyyatım 20-ni belə bu vaxtı bölmür. 10 tam düşür. 21 dənə əgər vərəqimi desəydi ki, 200-lü çap elə, 21-i 2-yə böləndə düşür 10,5. 10,5 dənə deməkdir. Bu o deməkdir ki, yəni 10 dənə sənin vərəqin var. Ta 0,5 vərəq yazmayacaqsan. Yəni maksimum nə qədər A4 lazım olacaqdır? 11 dənə A4 lazım olacaq. Əgər qalıqlı olsa, əvvəlki rəqəmin üzərinə 1 gəlin. Çünki 0,5 deyə bir kağız növüm yoxdur. Nəysə. Bizə də bu dəqiqə bir üzlü istəyibdir. Ona görə mənə nə qədər çap olmalıdır A4 vərəqim? Elə 21 dənə A4 vərəqim lazım olmalıdır. 200-lü çap desəydi 11 dənə lazım olardı. Sonra düşürəm aşağıya. 21 dənəni götürürəm. Gəlin bura. Mənə dəstələnməyimin heç bir vecimə deyil ki, nətər dəstələyibsən. Əsas ki, mənə A4-lərimin sayı. İstəsəm kollaktivlə də dəstələsəm, yenə də 21 dənə A4 lazım olacaqdır. Nizamsız da dəstələsəm, yəni unkollaktiv şəkildə dəstələsəm, 21 dənə A4 lazım olacaq. Düşürəm orientation-a lazımım deyil, letter-ə lazımım deyil, marginsim lazım deyil. Düşürəm hara? Düz buradan bir səhifənin üzərində neçə dənə səhifə çap olunsun. Mən deyirəm ki, mənim 21 dənə sənədim var. Bu 21 dənə sənədimin deyirəm ki, hər bir üzündə, yəni birinci A4-ün üstündə 6 dənə çap olunsun, digər sənəd çap olunsun. Birinin üstündə 6 dənədirsə də, bəs 21 dənəsini sıxışdırmaq üçün nə qədər lazımdır? 21-i götürəcəm, haradasa da 6-ya böləcəm. 21-i 6-ya böləndə nə qədər eləyir? 3 dənə deməkdir. Yəni,
3 dənə mənim A4-üm olsa, 6-sı bunun üstündə, 6 dənəsi bunun üstündə, 21 dənə səhifəmin, 6 dənəsi bunun üstündə nə qədər oldu? 18 dənəsi. Elə bu 18 dənəsi çap olunubdur. Bəs 3 dənə yerdə vərəq qalıb axı. Onu da işlətmək üçün mənə neçənci A4 lazımdır? 4-cü A4 lazımdır ki, bu 3 dənəsini də gəlin bax buradan belə-belə çap eləyim. Deməli, ümumi nə qədər lazım oldu? 4 dənə A4 vərəqim lazım olubdur. 4 dənə A4 vərəqimdə götürürəm, gəlirəm düz yuxarıya. Nəyə baxıram? Kopya sayına. Bu 4 dənə əlimdə olan vərəqdən də nə qədər kopya eləyim? 3 dənəsini kopyalayım. Yəni 4-ü 3-ə vuracam. Cavab nə olacaqdır? 12. Bir də izah eləyirəm. Təzədən bir də eyni sualı və bundan sonra digər suallara keçid eləyəcəm. Yəni onlar da buna oxşardır və müxtəlif formalardadır. Hələ ki, mən magistr rolun üzərindəkiləri izah eləyəcəm. Sizə kainatın içindəkiləri verəcəm. Nə dedi? Dedi ki, mənə bax gör, hansı səhifələrimi çap eləyəcəm. Mən dedim ki, 2-dən 12-yə qədər, 18-ci səhifə, 21-dən 31-ə qədər olan səhifələrimi çap elə. Hesabladım, ya barmağımla hesabladım, ya da nə bilim, tez-tez çıxdım hesabladım və dedim ki, mənə bu səhifələri çap eləmək üçün cəmi 21 dənə A4 vərəqi lazımdır. Sonra düşdüm aşağıya. Necə üzlü olsun? Bir üzlü olsun. Bir üzlü çap eləyəndə də təbii ki, elə 21 dənə, təzədən bir dənə də A4 vərəqim lazım olacaqdır. A4-ümün sayı dəyişik olmayacaq. Kollaktitdir, portretdir, letterdir, normal merginsdir. Bu hissələr heç vaxt lazım olmur deyə baxmıram. Birbaşa düşürəm bura. Bir səhifəmin üstündə baxım görüm neçə dənə digər səhifələrdən kopyalayacağam. Dedim ki, birinci səhifəmin üstündə 6 dənə olsun. Yəni 3'ü burada olsun, 3'ü burada olsun. Sonra bu birisində də 3'ü burada olsun, 3'ü burada olsun. Sonra bu birisində də 3'ü burada, 3'ü də bu yanda olanda hələ ki neçə dənə səhifəm çapa gedibdir? 18 dənəsi. Elə saysan görəcəksən ki 18 dənəsi. Və mənə axı 21 dənə lazımdır. 21 dənədən qalıq qalıbdır. 21-dən 18 çıxanda nə qədər qalıq qalıbdır? 3 dənə. Bu 3 dənəsini də ağaracağım. Bir dənə də A4 vərəq götürəcəm. Ta qalıqları da bunun üzərində çap elədim. Deməli, mən bu 21 dənəmi daha da yığcamlaşdırdım, şparqalka hazırlayırdım deyə cəmi mənə nə lazım oldu? 4 dənə A4 lazım oldu. İndi 4 dənə A4-ün üstünü kəsəcəm. Heç nə, mən də deyirəm ki, bu 4 dənəsi təkcə mənə lazımdır. Bəs bu imtahanda mənimlə bərabər Nərmin imtahan verəcək, Amid imtahan verəcək. Onları da kopyalayayım da bunlardan. Götürürəm, 4'ü vururam. Nə qədər kopyalamalıyam? 3 nəfərə. O da cavabım nə olur? 12 dənə A4 vərəqi lazım imiş sən demə. İndi gəlirəm, davam edirəm, digər suala baxıram. Digər sualda görək nə deyir? 225. Ekran şəklini götürəyin. Düşəyin, burada Word-ün içinə Ctrl V eləyəyin. Aha. Deyir ki, sənəd şəkildəki kimi çapa verilibdir. Çap üçün nə qədər A4 vərəqi, yəni çap vərəqi lazımdır. Kopyaya ən axırda baxacağım. Gəlirəm, mənə deyir? Deyir ki, verilmiş custom olan, yəni əlimlə yazdığım vərəqləri və necə vərəqləri tək və yaxud da cüt olduğundan danışmır. Eləcə deyir ki, bu vərəqləri çap elə. Baxıram, bu vərəqləri çap eləmək üçün neçə A4 lazımdır? 1-dən 7-yə qədər, 7-dən 1 çıxıb üstünə 1 gələndə yenə 7 eləyir. 7 dənə A4. Sonra 14-cü vərəqi çap eləmək üçün 1 dənə A4, 26-cı vərəqi çap eləmək üçün 1 dənə A4 lazım oldu. Cəmi nə qədər A4 lazım oldu? 9 dənə hələ ki A4 lazım olubdur. Düşürəm bir dənə aşağıya. Nəyə baxıram? Neçə üzlü deyir? Deyir ki, bir üzlü çap elə. 9 dənə A4'ü, yəni arxası boş olmaq şərtindən çap eləyəndə elə 9 dənə A4 lazım olur. Sonra düşürəm aşağıya. Bunlar hələ ki bu sualda lazım deyirlər. Nə deyir? Burada gələm, baxıram ki, bu hissədə deyir ki, bir dənə səhifəmin üstündə elə ki, 2 dənə səhifə çap olunsun. Yəni biri yuxarıda olsun, biri aşağıda olsun. 9 dənə A4'üm varsa da, biri yuxarıda, biri aşağıda bölmək üçün neçə dənə A4 lazım olacaq təzədən bir də 9 dənə səhifəni çap eləyəndə. Sən deyəsən ki, bir dənəsinin üstündə 2 dənədirsə də, gələm. Bunu yarıya böləndə 4'ü getdi, 4'ü bir dənə 6'sı getdi, daha sonra 8'i getdi və yerdə nə qədər qalıbdır? Elə bir dənəsi qalıbdır. Deməli, mənə neçə dənə A4 lazım oldu? 1, 2, 3, 4, 5. 5 dənə A4 lazım. 5 dənə mi? 5 dənə A4 lazım oldu. Bir dənə bircə dəqiqəcə. Bunu da tapmağın ən asan yolu ya götürüb belə şəkil çəkəcəksən. Birdən vərəq ay çox oldu. Hər dəfə şəkil çəkəsi döyürsən, beynimizi işlədirik. Nə qarıq?
9'u götürürəm, burada verilmiş vərəq sayına bölürəm. 9'u 2'yə bölsəm, baxacağam ki, neçə düşür? Hardasa da 4,5 düşür. 4,5 nə deməkdir? Yəni 4 dənə A4 vərəqimi tam dolduracaqdır, burada gördüyün kimi. Və yarısı digər bir A4 vərəqinə. 0,5'lik A4 vərəqim yoxdur axı, ona görə yarısı bir dənə də A4 vərəqi çap eləməliyəm ki, onun üzərinə gəlsin. Deməli, yarıya böldüm, daha doğrusu tamda nə qalıbsa da onun üstünə 1 gələcəm. Qalıqlı alınırsa da cavab. Amma yox, tam alınsaydı, məsələn 8 dənə olsaydı, 8-i 2-yə bölən kimi 4 olsaydı elə 4 dənəsini götürərdim. Amma 8 deyil, cavabımız burada 9 dənə deyə. Nə qədər A4 vərəqim lazım oldu? 5 dənə A4 vərəqi lazım oldu. İndi bu 5 dənə A4 vərəqimdən nə qədər kopyalayacağım? Düşməyə yeri yoxdur. Qalxıram mən yuxarıya, kopya sayımı 5 vurulsun 6 bərabərdir nə qədər? 30. Cavabımız deməli B variantı imiş. Sonra düşürəm burada. Başqa hansıları izah eləyəyin? Bu sualı. 228'i. Elə buradakı bütün sualları 10 dənədir mi, nə qədərdir mi? Hamısını izah eləyəcəm ki, siz tam bir şəkildə başa düşəsiniz. İstəyirsinizsə də videonu durdurun, mən izah eləməzdən əvvəl. Özünüz qələm ruşqa ilə götürün, yazın. Ondan sonra bir də mənim izahatıma baxın. Görün, həqiqətən də düzmü yazırsınız? Deməli, nə deyir? Deyir ki, mənim kitabımda nə qədər səhifə var? 20 səhifəm var. Şəkildəki kimi bu 20 dənə səhifəm çapa gedibdir. Nə qədər deyir A4 lazımdır? Baxın, yenə kopyaya ən axırda baxacağım. Düşürəm aşağıya, deyir ki, 20 səhifəmin hamısını çap elə. Və burada xüsusi şeylərdə yazılmayıb, hansı nömrələrini. Elə deyir ki, 20'nin hamısını birbaşa çap elə geçsin. Necə çap elə deyir? Boş sayt, yəni boş nə deməkdir? 2 üzlü çap elə. 20 dənə səhifəmdə, yəni bir A4'ün o yüzü, bu yüzü hər iki tərəfdə dolu olsun. Bu zaman 20 səhifəmi 200'lü çap eləmək üçün mənə nə qədər lazım olacaq A4? 10 dənə A4 lazım olacaqdır. Düşürəm aşağıya. Mənə lazım deyil bu hissələri hələ ki. Ən aşağıda nə deyir? Deyir bu 10 səhifəmində elə ki, bir üzündə 4 dənə səhifə görsənsin. Bir üzündə 4 səhifədirsə, deməli onu götürüb 4'ə bölsəm, baxım görüm mənə nə qədər A4 lazım olacaqdır. Onu 4'ə böləndə hardasa da 2 tam onda nə bilim nə qədərsə də düşür. 2 tam onda nə bilim nə qədərsə də neçə deməkdir? Yəni mənim maksimum 3 dənə vərəqim olmalıdır. Heç nə. Gələm burada 3 dənə vərəqim lazımdırsa da qalxıram yuxarıya. Bu 3 dənə vərəqimdən də nə qədər kopyalayıb? 6 dənəsini. 3 vurulsun 6 bərabərdir 18. Cavabımız buradan da C variantı. Sonra gəlin bir dənə də kollektiv, ankollektivi harda işlətmək lazım olur? O tipli suallara baxağın. Qoy baxım görüm. Buradan elə bir sual hardadır? Ayda bu pdf'in içində yazmayıbdır. Bir dəqiqə qoy master nömrə 1 açım. Aha, davam edirik. Deməli master nömrə 1-də 239-cu sual bizim bu kollektiv və yaxud da ki ankollektiv şeysini işləməyimiz üçün lazım olan suallardandır. Gəldik. Buradan indi kontrol V eləyim. Düşsün bu yana. Nə deyir bizə? Deyir ki, Word proqramımda 20 səhifəyə malik olan bir dənə sənədim var. Yəni 20 səhifəlik bir dənə kitabım var. Bunu çapa vermişəm. Və çap olunan zaman 7-ci səhifənin, yəni 7-ci A4'ün üstünə sizcə hansı A4'ün hansı səhifənin rəqəmi çıxacaqdır? Gəlin baxaq. Görək hansı parametrlərlə çapa veribdir. Deyir ki, neçə nə idi? 20 dənə səhifə idi. Gəlim 20'ni götürürəm, düşürəm bura. Deyir 20 səhifənin elə hamısını çap elə. Aşağıda da nə tək, nə cüt, heç bir şey demir. Elə deyir ki, burada 20'si var. 20 dənə səhifəmin hamısını çap eləyim. Necə çap eləyim? Bir üzlü çap eləyim. Deməli, bir üzlü çap eləyəndə mənə lazımdır. Heç nə, elə 20 dənə səhifəmin hamısı lazımdır. Necə çap eləyim bəs bunları? Aha. Necə çap eləyim bəs bunları deyir mənə? Mən də deyirəm ki, bunları elə çap elə ki, ankollektiv bölməsindən olsun. Yəni ki, nizamsız bir şəkildə. Yəni ki, nizamsız nə deməkdir? Birinci səhifələrimi birinci çap elə, nə qədər kopyam varsa da. Sonra ikinci səhifələrimə keç, sonra üçüncü. Yazım indi bura. Birinci səhifəmdən 10 dənə kopyasını çıxaracağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Sonra düşəcəm nəyə? İkinci səhifəyə. İkinci səhifələri çap eləyəcəm. Sonra düşəcəm. Üçüncü səhifələri çap eləyəcəm ta ki, hara qədər
gələcəm 20-ci səhifədən düz 10 dənəsini çap eləyə gələcəm. Aha. İndi mənə deyir ki, heç nə burada baxmağa ehtiyac yoxdur. Bir üzündə elə bir üzü çap elə və qalxıram yuxarıya. Nə dedi mənə? Dedi ki, çap olunan zaman 7-ci səhifənin nömrəsi neçə olacaqdır? Gəlin baxım. Yəni 7-ci A4 vərəqimin üstünə hansı rəqəm çap olunacaqdır? 1, 2, 3, 4, 5, 6, 7. Deməli, 7-ci A4-ümün üstünə hansı nömrəli sənədim çap olundu? 1-ci səhifəm. Şimdi gələcəm variantlarda bu variantsız sualdır, açıq tipli sualdır. Şimdi götürüb 1 yazacaqsınız, kodlaşdırmanı da elə eləyəcəksiniz. Məsəl üçün burada deyilsəydi ki, 11-ci səhifənin nömrəsi nədir? Gələcəkdim, sayacaqdım. Burada 10, 11-ə nə düşəcəkdi? 2-ci. Deməli 11-ci A4-ümün üstündə 2-ci səhifə çap olunubdur. Nə bilim 17-yə gəlib sayacaqdım, baxacaqdım ki, 3-cü səhifənin adı çap olunubdur və s. və s. Bu da belə. Bu tipli sualları belə eləyirik. Deməli, neçənci səhifənin nömrəsi neçə olar tipli suallarda, ankallaktid, kollaktidə fikir verirsiniz. Amma yox, neçə dənə A4, A4-lərimin sayını soruşsa, bu ankallaktide falan fikir vermirsiniz. Davam eləyək, bir dənə də misal göstərim. Məsəl üçün, gəl 237-ni işləyəyin hamımız. 237-ni indi mən şəklini çəkəcəm, videonu xahiş edirəm, özünüz dayandırın. Bir dənə dəftər rüşqə, beyninizdə işləməyin ha. Dönə-dönə deyirəm, beyninizdə işləyən zaman nə qədər də mükəmməl hər şeyi bilsəniz də, yenə də səhv eləyəcəksiniz. Yəni səhv demirəm, həmişə səhv eləyərsiniz, amma insanlıqda bir şey yadımızdan çıxa bilər. Ona görə işimizi şansa buraxmayaq, imtahanda da onun kimi. Deyir ki, səhifələri birdən başlayaraqdan nömrələnmiş 10 dənə səhifəyə malik olaraqdan sənəd çapa verirəm. Yəni nə qədər deyir? 1, 2, 3, 4, 5, 6 tam 10-a qədər çapa verəcəm. Və mənə deyir ki, printerimdə cəmi cümlətani 5 dənəcə A4 vərəqi varsa da, mənim bu 5 dənə A4-ümə hansı nömrələr çap olunacaqdır? Gəlin baxaq. Deyirəm ki, 10 dənə səhifəm var və bu 10 dənə səhifəmin hamısını deyir çap elə. Yaxşı. Və bir üzlü çap elə. Deyirəm, yaxşı. 10 dənə səhifəmin hamısı. Heç bu ankallaktid məsələlərində heç bir üzlü çap eləməyə, baxmağa belə ehtiyac yoxdur. Bir üzlüdürmü, 2 üzlüdürmü, ondan ötürü fərqi yoxdur. Sonra, nətər deyir çap eləyəcəm? Ankallaktid bölməsindən çap eləyəcəm. Tamam. Ankallaktid nətərdir? Deyir ki, birinci səhifəmdən neçə dənə kopya sayı var? Ankallaktid həmişə kopya sayına baxmaq deməkdir. Birincidən 3 dənə kopyala, sonra ikincidən 3 dənə, üçüncüdən 3 dənə, sonra dördüncüdən 3 dənə, beşincidən 3 dənə, ta ki hara qədər 10-cudan 3 dənə çap eləyənə qədər davam elə. Tamam. İndi ankallaktiddə də bundan sonraya heç baxmağa ehtiyac yoxdur. İndi mənə nə dedi? Dedi ki, mənim printerimdə cəmi cümlətən nə qədər A4 var? 5 dənə. 5 dənə A4 varımsa da hara qədər çap eləyəcəkdir? 3 dənəsi burada getdi. 4, 5. 5 dənəsi də bura qədər. Deməli, mənim printerim cəmi cümlətəni bura qədər çap eləyir. Bunları da artıq çap eləyə bilmir. Çünki deyir ki, gətir bunun içinə vərəq qoy. Deməli, hansı səhifələr çap olundu? 3 dənə birinci səhifə çap olundu, 2 dənə ikinci səhifə. Varianta baxıram. 3 dənə birinci səhifə, 2 dənə ikinci səhifə. Cavabım deməli E variantıdır. Və salam. Bu tipli misallarda belədir. Sonra bir dənəsində izah eləyəyin. Məsəl üçün, qoy görüm hansını izah eləyəyin. Neçə dənə vərəq çap olunur? 11-ci səhifə kollaktid. Aha. Yəni 242-ni işləyəyin. Burada artıq kollaktidlə işləyir. Baxaq. Əslində çox asandılar və çox maraqlıdırlar. Yəni, nə varsan ki, ardıcıllıqla sıra və sıra düşürsən, heç nə yazırsan. Mən qırmızı ilə yazmağı xoşlayıram. Deyə rəngini dəyişirik. Nə deyir? Deyir ki, 40 dənə səhifəm var. Tamam, buradan 40-dan yazdım ki, mən birazdan beləyəcəm, görməyəcəm. 40 dənə səhifəm var və aşağıdakı kimi çap olunubdur. Nə istəyir? 11-ci səhifənin nömrəsi neçə olacaqdır? Yəni, 11-ci A4 vərəqimin üstünə hansı nömrəli sənədim çap olunacaq? Gəlirəm, düşürəm. Mənə nə deyir? Deyir ki, mən printerdə cəmi cümlətayını əlimlə yazdığım səhifələrimizə çap eləyəcəm. Tamam, nə olsun ki 40 dənədir? Mən deyir ki, 40 dənədə bunlarca istəyirəm. Hansılardır onlar? 3-cü səhifə, 7-ci səhifə, sonra 8-dən 13-ə qədər çap elə deyir. 8-ci, 9-cu, 10-cu, 11-ci, 12-ci və 13-cü səhifələrimi deyir çap elə. Düşürəm aşağıya. Necə bura baxmağıma ehtiyac yoxdur bu misallarda. Necə deyir çap elə? Kollaktid şəklində. Yəni, bütün
birinci kitabımı çap eləyəndən sonra keç bütünlüklə ikinci kitabıma. Və nə qədər kopyala deyir? 3 dənəsini kopyala. Birincisini çap elədim, getdi. Amidinki getdi. İndi nə qarram? Nərminin kitabını çap eləyəcəm. Kollektiv şəklində, yəni nizamlı bir şəkildə. 3, 7, 8, 9, 10, 11, 12, 13. Sonra gələm nə qaram? Qənimətinkini indi işləyəcəm. 3-dən başlayacaq, düz 13-ə qədər və salam. Ta 3 nəfərinki lazım idi, 3 dənə kopyasını da verdim. İndi mənə nə deyir? Deyir ki, çap eləyən zaman 11-ci A4 vərəqində bax gör, neçənci səhifəni çap eləmişdin? Baxın, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11-ci A4 vərəqimin üzərinə deməli hansı rəqəm yazılıbmış? 8 rəqəmi yazılıbmış. Heç nə variantlardan gələcəksiniz. 8 rəqəmini ya taparsınız ya da açıq tipli sualçıda heç nə. Girin cavab kartına ilə 8 yazın, işarələyin. Vəssalam, bu tipdə belədir. Yadınızda saxlayın ki, printer məsələləri hər 2 ildən bir qəbula düşür. Keçən il qəbula düşməyibdirsə də bu il sizə düşmə ehtimalı %90%-dir. Ona görə bir dənə müftədən sualınız var. Bunu qəşəng öyrənin. Sonra, məsəl üçün, bir dənəsinə də gəlin baxağın. Qoy görüm. 241-i gəlin eləyəyin. Aha, 241 biraz bayaqkilərdən çıqqılcancı fərqlənir. Yəni, eyni şeylərdir əslində. Ctrl V eləyim. Bunu da izah eləyim. Yerdə qalanları da artıq özünüzə buraxacağım. Gedin evdə özünüz işləyin. Sualınız olsa gəlib sual verərsiniz. Deyir ki, Word-dən nəyi çap eləyibdir? Deyir ki, buradan 3-dən 7-yə qədər, sonra 9-cu, 11-dən də 16-ya qədər səhifələr çapa verilirsə də neçə dənə A4 vərəqi lazım olar. İndi A4 vərəqlərimi gəl buradan sayım görüm nə qədər lazım olacaq. 7-dən 3-ə qədər nə qədərdir? 7-dən 3 çıxıram. 4, üstünə 1 gələn 5. 5 dənə A4 vərəqi, sonra 9-cu səhifəni çap eləmək üçün 1 dənə A4 vərəqi, sonra 11-dən 16-ya da çap eləmək üçün 16-dan 11 çıxıram, eləyir 5, üstünə də 1 gələm, eləyir 6. 6 dənə A4 vərəqi. Deməli, cəmi nə qədər A4 vərəqi lazım oldu mu? 12 dənə A4 vərəqi lazım olubdu. Düşürəm aşağıya. Təbii ki, işim ondan qurtarmır. İndi o 12 dənə A4 vərəqimin üstünə qoy görüm necə çap eləyəcəm. Deyir, 12 dənə A4 vərəqimin hamısını çap elə, ancaq hamısını da necə çap elə? Təkcə necə? Tək səhifələrini. Odur nə demək idi? Tək səhifələrimi. İndi baxıram görüm. Düz deyil, 12-ni yazdım. Bu 12 bütün səhifələrimə lazım olanlar idi. Mənə deyir ki, od, təkləri, tək nömrələr. Baxım görüm, bunun içində tək olanlar hansılardır? Hər dəfə mənim kimi 2 dəfə yola düşməmək üçün burada birinci belləyin. Yəni, vaxtınız getməsin deyə. Bu hissəni görən kimi gəlin birinci və burada yazılmış bu qeyd bölməsini oxuyun. Tək cüt olduğuna baxın. Əgər tək cüt verilməyibsə də bütün səhifə sənədlərinin sayına lazım olan A4-ü tapın. Əgər yox, tək cüt verilibsə də onda bir-bir yazın. 3-dən 7-yə qədər təklərim hansılardır? 3, 5, 7. Sonra 9-un özü zaten ki təkdir, götürə bilərəm. 11-dən 16-ya qədər təklərin nömrələri neçədir? 11, 13, 15. Deməli, neçə A4 lazım olur indi mənə? 1, 2, 3, 4, 5, 6, 7. 7 dənə A4 lazım oldu. Düşürəm aşağıya. Necə deyir çap elə? Bir üzlü çap elə. 7 dənə A4 bir üzlü çap eləmək üçün elə 7 dənə A4 lazımdır. Düşürəm. Heç fərqi yoxdur. Sən bunu nətər dəstəkləyəcəksən, vərəq sayımı fərqi qoymayacaqdır. Düşürəm mən aşağıya nə eləyirəm? Deyir ki, bu 7 dənə də səhifəni elə ki, bir üzündə 2 dənə səhifə görsənsin. 7-ni 2-yə bölsəm, yəni kardan çıxdı buradakı 2. 7-ni 2-yə bölsəm neçə düşəcəkdir? 3,5 deyəsən düşür. 3,5 A4 vərəqim olmurdu. Bunu yuvarlaqlaşdıranda nə eləyəcəkdir? 4. Deməli, 3 dənəsinin üstünə tam sığışacaqdır. O yarımı da 4-cü A4 vərəqinə sığışacaqdır. Deməli, mən hal-hazırda nə qədər əlimdə A4 vərəqi var? 4 dənə. 4 dənəsindən də nə qədər kopya deyir çıxart? Gətir 4 dənəsini çıxart. 4-ü 4-ə vuracağım. Neçə eləyəcək? 16. Deməli, mənim ümumiyyətcə bu verilmiş parametrlərə əsasən çap elədiyim kitabda verilmiş səhifələri çap eləməyim üçün cəmi cümlətani printerimdə 16 dənə A4 vərəqimin olması bəs eləyir. Bu da belə. Qoyun görün, başqa buna bənzər çətinlik sizə törədiləcək başqa bir misal varmı? Başqa bir misal da yoxdur. Sadəcə diqqətli olmalısınız ki, hansı səhifələri təklərimi istəyir, cütlərimi istəyir, yoxsa elə hamısını mı istəyir, bir üzlümü çap elə, yoxsa 2 üzlümü çap elə. Əgər ki, neçənci nömrə deyirsə də, kollaktit, ankollaktit də bax, amma yox, elcə A4 vərəqlərinin sayını istəyirsə də, bunların heç birinə baxmadan tuş deyən
denəyin ki, bir üzündə neçə dənə səhifə olsun. Burada deyir, məsəl üçün, bir üzündə maksimum olsun, 16 dənə səhifə olsun. Heç nə, eldən eləyək ki, elə 243 mənim diqqətimi cəlb elədi, ürəyimizdə qalmasın deyə 243-də eləyəyin. Bununla da video dərsimizi sonlandıraq. Ctrl-V eləyim, yapışdırım. Aha. Nə deyir? Deyir ki, burada 20 dənə səhifəm var. Tamam. Düşürəm aşağıya, nə deyir? Deyir, neçəsinə A4 vərəqi lazımdır. Yaxşı. Current sözünü görən kimi tecrübəcə nə lazım oldu? Current sözünü deyəndə mən nə demişdim? Demişdim ki, gedin variantınızda kopya sayını işarələyin. Deməli, cavabım nədir elə? 15-dir. Heç deməli, heç bu boyda şey işləməyə ehtiyac yoxdur. Yalnız və yalnız current sözünü görən kimi 15-i işarələyirəm. Gəlin, baxıram 243-cü sualın cavabına. 243. Qoyun, bu neçənci bölmədir? 7-ci bölmədə 243. Görək, bəlkə müəllimə səhv deyir. Sizi yəni qane eləmək üçün göstərirəm bunu. Testləri də hardan istəsəniz möhkəmləndirmək üçün oradan işləyə bilərsiniz. 7-ci bölmədə 243-cü sual. Nədir? Gördünüz? Cavabı 15-dir. Demək ki, bayaqdan bütün misallarımızı düz həll eləmişik. Sizə də nə qalıbdır? Heç bir gedin, qəşəngcə necə video dərsə baxın və işləyin. Sağ olun.